əlbəttə heç bir mükafat dövlətlərin siyasi qərarlarına təsir edəcək qədər önəmli olmur. Yalnız psixi xəstə, ruhi xəstə kimlərsə ola bilər ki, hansısa şixana, şöhrətə görə dövlət siyasətini məhz ona verilən titullara görə, ona verilən qərarlara, öncəliklərə görə və jestlərə görə təyin etsin. Trump kimi məsələn. Bir reallıq var ki, Azərbaycan prezidenti də elə atdığı addımlardan bəlli olduğu qədər Ermənistanın baş naziri də dövlət maraqlarını həmişə üstün tutublar. Ona görə də indi sülh mükafatı, sülhə doğru addımlara görə verilən mükafata görə nə Azərbaycan tərəfi, nə Ermənistan tərəfi bundan sonraki sülh proseslərində dövlət maraqlarını bir kənara atmayacaqlar. Yenə də hər kəs öz dövlətini, yəni həm İlham Əliyev, həm də Nikol Paşinyan təmsil etdikləri dövləti, lider olduqları dövlətin maraqlarını qorumaq üçün əlindən gələni edəcəklər və sülh quruculuğu da məhz köhnə templə, yəni necə maraqların üst-üstə düşdüyü məsələlərdə anında, üst-üstə düşmədiyi məsələlərdə isə gərgin müzakirələr, gərgin görüşlər formatında davam edəcək.